Azərbaycanlı həkim hantavirusa yoluxan pasiyent haqqında danışıb uzun müddət. Vəkilin gəmiricilərdən yoluxan bu xəstəliyi hardan tapdığı məlum olmayıb. Amma bir müddətdən sonra bir xeyli danışandan, söhbət etdikdən sonra məlum olub ki, vəkil uzun müddət energetik içkilər içib. Energetik içkilərlə hantavirusun nə əlaqəsi deyirsinizsə, uzman həkim Əfsanə xanım Bayramovanı dinləyin. Praktikamızda şöbəyə yatırdığımız xəstələrdə hantavirus kimlərdə ağlımıza gəlir? Heç bir böyrək xəstəliyi olmayan və birdən-birə kəskin bir şəkildə böyrək zədələnməsi, kreatin yüksəkliyi, sidiyə çıxa bilmir kimi şikayətlərlə yatırdığımız xəstələrdə ağlımıza gəlir və xəstəni sorğuluyuruq. Ən çox depo çalışanlarıdır, farələrin, siçovulların, pişiklərin təması olunma nəticəsində hantavirus yoluxur. Hətta belə bir, siz danışırsınız, mən bir situasiya xatırlayıram. Bir hüquqşünası yatırmışdıq. Türkiyədə xatırlayıram onu asistanlıq vaxtımda. O qədər sorğuladıq ki, bu hüquqşünas bir siçovulla, bir pişiklə necə təması ola bilər? Yəni, işinə gedir, gəlir. Sonunda çox energetoniklər içirmiş. Tənəkə qablarda energetoniklər içirmiş. Onun da depoda qalanda onların üzərindən siçovullar və o tənəkə qabların da ağzını açıb, hansı qabı biz yuyub istifadə edirik ki, o ağzını, bəli, tənəkə qablarda farələrin, siçovulların, pişiklərin təması nəticəsində virus və o da ağızdan təmas böyrək yetməzliyi ilə yatırmışdıq o pasiyenti, xatırlayıram. Hətta bir müddət dializə də aldıq, ondan sonra yaxşılaşma ilə evə yola saldıq.